Herkese salam dostlar. Birileri deyip ki öldüm. Baba geri döndü. Qabaqdan video gəlmirdi dostlar. Üzrü sayın. Çünkü yadımdan çıxıb TikTok TikTok yadımdan çıxıb. Bu günləri 2005'tendir olan FC'ni geliştirmeye çalışacağım. İndi 2006'dayıq. Tunas FC 2005'te quruldu. Amma hələ də takım çox pisdir. Bu arada bu takımı özüm qurdum. 22 yaşındaki takım bərbad gündədir. Takımı ilk öncə qocaları gətirəcəm. Takıma bütün bütçəmi verəcəm. Bütün bütçəm 10 milyondur. Takıma 10 milyon verəcəm ki, qoy oyuncusu alabilsin takım. Belə getsə takımımız bir günə düşəcək. Mənim dizilişim hansıydı? 4-3-3. Yok. 4-3-3 zor dizilişdi mənə görə. Tez özümə 10 milyon verim. Bütün bütçəmi verəcəm. Dostlar bütçəm 26 milyon idi. Oradan bayağı verdim 15 milyon. İndi nə qədər qaldı yadımda deyil. Hardasa nə qədər qaldı bilər. İndi hesablamalar çoxdur. Bu tez Ronaldo yazaq. Bir dənə Ronaldo'nun miqdarına baxaq. Ronaldo nokta koysak. Aha. Cristiano Ronaldo 26 milyon 20 yaşı var. Zor değil. Real Madrid'deki Ronaldo oynuyor. Baxçı. Qocalı bu şey. 2 milyon verdim. Qocalı gedi be. Geldi. Çok süper. Ama 64 genli, heç olmaz. Dostlar, mən buranı gəlişdirib gəlirəm tez. Və gəldim dostlar, qapçı aldıq, amma məncə pis deyə. Yaxınladır çünki. İndiki qapçımızı hələlik idarə edək. Çünki qapçı almayaq məncə. Bunu qoy bura. Bəli dostlar, indi bir də bot alacağım ki, bence olmaz. Buraya bir tane Türkiye'li dost olmak istiyorum. Türkiye'li dost. Türkiye'li dost. Ay da. Aha, Türkiye seçelim. Böyle yeni 70-75 17 yaşında Nuri Şehin zordu məncə. 17 yaşı var, 74 gen. Yaşına görə yeni zordu məncə. Alaq tez oyna. Və sağ kanat alacağım. Ronaldo baha olmasaydı çox qəşəng olardı. Belə baxanda 18 yaşında, 17 yaşında bir dənə sağ kanat tapdım. Cəmi 2.9 milyon təşrif edirəm. Gəlmədi. 16 yaşı var. Tez mən bunu qaçırtmayacağım. 3 milyon. Qəşəng. 3 milyona sağ kanat aldı. Santroforumuz gəlişə bilər. Ama daha yaxşısını tapmaq istəyirəm santrofor. Daha Cahan deyirəm. Cavan yaxşı santrofor. Elə 17 yaşı var. 18 var. 20 var. Dəqiqə, aha. 19 var, 17 var. Bu neçə idi 17? 16. Oy, 16'lar dolu diye. Elə bu 16'nı alaq da. Yo, bu 68 bunu alaq. Bunu alaq bunu. Və təzə bir santrofor da aldıq. Çox qəşəng 16 yaşında bir santrofor. Qoyuruq bunu oyna. Artıq maçlara məncə keçə bilərik, amma takımın stoperə ehtiyacı var. Ona görə bir dənə stoper axtarıram. Transfer listesini
Ve 77 ya bir damla orta 18 yaşında 3 milyona 80 gen transfer buldu. Yani bu transfer çok kaşı oldu. Uydu çok kaşı. Çok kaşı. İndi artık masaya keçə bilərik məncə. Amma rəqiblərimiz bayağı güclüdür yəni. Məncə bir dənə sağ kanata və qocaları sataq. Mesela 15 yaşındakini sataq. 15 değil. Ve takıma şey alacağım, bir tane sağ bek alacağım. Bunun hələ ki var. Transfer listəsində Allah'a. Transfer listəsində öyle 21. İstəmirəm ne daha 20 yaşlar. Aha 17 yaş. Çox qəşəng bir dənə sağ bek tapdım axı. 17 yaşı var. Ve takımı cavanlarla doldurduk hardadsa. Takımda sağ bek qəşəng gəlişmir. Sağ bek niyəsə gəlişmir. Amma gəlişərlər zamanda. Neyse maç atlamaya başlayaq. Yani sezon axırından da görüşərik. Dostlar, bizim bunun arasında işimiz çox çətindir və transfer listəsi bağlandığı üçün artıq transfer edə bilmirik. Və bunun ilə maçımız var. Bu maçı atlamayacağım. Transfer listəsini bir də digər sezonda eləyə bilərik və 6-1 uduzduq. Qarabağın oyununa döndü yalan. Bu arada dostlar, Tunas FC Brazil ligindən də xəbəriniz olsun. Və dostlar, qruplar bəlirlənir. Bu arada hansı qrupdaydıq görənmədi. C qrubundayıq. Süper. Yəni çox çətin rəqiblər gəlməsə zor olar. Çünki takım pisdir və daha takım zəifdir. Flamengo getdi. Flamengo qruba getdi. Neyse dostlar, maçları devam. Ve dostlar, C grubundayıq bir dəfə. Digər qrup uduzdu. Biz qrupda birinci çıxdıq. Ayda bizim qruba çətinlər gəldi yala. Neyse bizim qruba çətinlər gəldi, amma əlimizdən gələni edəcəyik. Bu arada qırmızısı qutardı. Bu arada dostlar, mən niyə takıma çox adam almadım? Baxın, cavanları aldım. Tez gəlişirlər və pis olan yerləri aldım. Baxın, pis olan yerlərə oyun çaldım. Digər yerləri almadım. Digər sezon onları da oyun çalacağım. Bəlkə dostlar, Ronaldo 24 yaşına, 23 yaşına çatanda ala bilərik onu da. Və dostlar, ligi bitirdik, başqa liga keçdik və stoperim və o sesim yaxşı sağ olsunlar ki, bir maçda sarılıydılar, yenə sarı alt, qırmızı aldılar. Onların üzündən zəif takıma udanmadıq, bir-bir bərabərə qaldıq və o zəif takım şampiyon oldu. Nə deyək valla. Burada Ronaldinho ola bilərik bəlkə. Və bu gəldi. Santrofor gəldi. Süper. Bu artıq dostlar takıma adam kimi oyuncular alacağım. Gəlin başdan bir qocaları sataq. Yaşını göz satacağım, baxın. 23'dən yuxarı istəmirəm. 23 takımda hardasa da 23'dən yuxarı oyuncu istəmirəm. Bəlkə 23'dən yuxarı oyuncu aldım, onu da elə belə. Takım 24 ilə doldu ya, Allah haqqı. 25 var, satamdıq, neyse. Ayda, ayağımı çırpdım. Belə takıma baxaq bir dənə. Ayda, neynədik biz? 80 gen oyuncunu satdı, Rizik. Yox, Rizik buradaymış. Hələlik bu Rizik sol bek oynasın. Belə bir dənə baxaq takıma. Takıma bir dənə OSS ala. Amma ilk öncə mənim bütçəm bayağı artsın dostlar. Hardasa mənim bütçəm 100 milyona çatdı. Çünki takımı 3-cü bitirdik. Mənə 100 milyon bütçə verdilər. Mən də bu takımı idarə edirəm.
O başkanın bütçesinden 16 milyonunu özüme götürdüm ve cəmi 19. İndi. Ay da istəyəm bunu. O niye özümə şapalaq vurdum mən? Saçdım. Ayda bu burnum da mən 19 yaşında 18 yaşındakini alaq da. Ayda 16 yaş var idi orada. Belki onda var. Bu neçə yaş var? 23. 16 yaşındakini lazım. Şu buradadır. Şu 16 yaşındakini de aldım. Ne zor. Aha. Deyirəm da. Neymar. Neymar. 1 milyon. 1.9 milyona Santos'tan Neymar alıyor. 14 yaşındaki Neymar aldık. 66 Cendöz'de. Baya gelişer bu. 14 yaşı var. Kadro hele hazır değil. Kadroya sol bek alacağım. Ay bir dakika. Allah ne olur. Hə. Kadroya bir tane adam kimi sol bek al. Pulumuz çoktu. 21 yaşındaki 5 milyon T Tavoy. Sol bekini al. Aha. Gir bura. Sen de gel bura. Qapçı çox pisdir. Bir dəqiqə. Mən 25 yaşındakı oyunçum dedim satacağım. Mən nə dedim satacağım. Aha sat. Jedi 24'ləri satmışam. 23'lər qalıb. Bunlar da sat geçsin. Takımda 23'dən yukarı 24'lər olanda bir şey gəlişmir. Aha. Aha indi kimler gəlişir, kimler hamı gəlişir. Süper. Şimdi takıma bir tane qapıçı var. Takımın qapıçısı yok. Var boş qapı. Dəqiqə, bir tane qapıçı var belə. Allah qıtarsam yorular. 28 yaşındaki bu. 28 deyirəm. Səsi 28. Aha. 16 yaş varsa alacağım bak. 16 yaş. 16. Yok. Neyse ben de gedib 18 yaşındakini alacağım. Cəmi 3 milyon. Yuxarısı 3.9 milyon. Daha çox verməyəcəm, gəldi. Və takım indi süper oldu. Vallahi 73, 74, 72. Hamını udacağıq məncə. Neymar var, sonra bu var, bu var. Bence takım süper oldu. İndi sezon axırına keçək tez. Dostlar 300 kalibdən oyuncu alım sağ bek. Çünki bu ikide bir kırmızı kart yer. İkisinin 18 yaşı var ha. Bu ikide bir kırmızı kart yer. Ona göre kırmızı kart yerine bunu salacağım. Yani dostlar nətər deyim. Elə yersiz takımlara, bizdən zəifdə olan kümə takımlara uduzduq ki, yəni belə oldu da ən axır. 2 sezonlu şampiyon olamırıq. Yəni Tunas FC nəsə olub şampiyon olamır Tunas FC. Amma Tunas FC şampiyon eləyəcəm. Təkcə gərəkli oyuncular lazımdır və yersiz takımlara uduzmamaq lazımdır. Yəni mən o çatışmır ki, qapıçımız qırmızı kart aldı. O çatışmır. Hə. Qapıçımız yersiz takımları uduzur. Mən neyniyir? Valla stoper gedir kırmızı kart alır. Gəlir. Oy dost. Aha dost qoyun bura. Dost kömək eləyir. Yəni takım çox yersiz takımları uduzur. Bax bu kırmızı kart alır. Yersiz takımları uduzur. Allah haqqı. Rıba 25 oldu bu yaş. 25 yaşı var Hə. 25 yaşları oldu ki. Zavallılar. 24 oldu. Bana 23'lerin yaşı 24 oldu. Ona göre satırdım da ben de elə 23'leri. Ve bize 34 milyon veriblər. Eğer yine şampiyon olamazsak atacaklar. Kulüp bomboşdur. 0 şampiyonluq oldu. Tunas FC 2008'dədir. Yani 2005'te qurulub.
3 ildir şampiyonluq yoxdur takımda. 3 ildir takım şampiyonluq görməyib. Hələ deyib də sizə. 3 ildir takım şampiyonluq görməyib. Takımı tez oyuncular alıp gəlirəm. Dostlar, takıma bir dənə Cristiano Ronaldo aldım. Neymar'ın 15 yaşı var, Ronaldo'nun 22 yaşı var. Yəni takım belədir. İlerledikçe eğer bu sezonda şampiyon olamasaq da Tunas FC bağlanacaq. Ve arkadaşlar şampiyon olmadık da şampiyonlar çok var. Ama biz Santos'un yerine çattık ve Santos nasıl söyleyeyim bizim için kolay. Bir tane arkadaşlar orta sahanın gelişmesini bekliyorum. Orta saha gelişirse biz her şeyi yapacağız. Ve dostlar Tunas'ta yine hamısı bu kırmızı aldıkları üçündü. O kadar çok kırmızı sarı aldılar. Uduzluq ən axırda. Buna bakın dostlar. Yersiz takımlarla 2-2 bərabərə qalır. Bakın yine kırmızı. Cristiano Ronaldo ile sağ kanat aldı. İndi mən neyim var? Allah görürsünüz. Buna göre uduzurum ha. Tunas buna göre şampiyon olamır. Yersiz takımlara uduzurum. Bir an təzə vur. Aha. Bakın. Takıma bakın. Görsünüz takımı. Buna göre uduzurum da. Bakın yine uduzurum. Ay buna bakın. 83, 80, 79, 80, 81, 80. Ne tar uduzurum. Şükür Allah. Allah'tan bir tane kupa kazandırabildiği takıma. Şampiyon olamadık Tunas'la yine de ama hiç olmaz. Bir tane kupa kazandırdık. Ben de Ronaldo ödül alabilir ha. Çok gol attı Ronaldo. Hadi video çok uzun oldu yine. Juventus, Milan, Barcelona. Dostlar bizi atmadılar. Yes çünkü şimdi bir tane kupa kazandırdık. Ama eğer şampiyon olmasa atacaklar. Şampiyon olmasa atacaklar. Şampiyon olmasa atacaklar. Neyse görüşürüz. Sağ olun dostlar.